Hamıya salam dostlar. Bugün yeniden bir B grubunda oyunlar başladı. Ve burada B grubunda Korsar Futbol Klubu ile Fırtına Futbol Klubu üzbəyüzdür ve burada Məhəmmədli Qadir gördüğünüz kimi ve Daşdəmərli Elnur'u təqdim edirlər. Hər iki komandaya uğurlar arzu edirik. Görüş burada meydanda baş verir. Ev oyunudur ve gördüğünüz kimi hakim de hansı tərəfi seçəcəyinə fikir verir və burada Qadirdən başlayır top. İndi oyun başladı. Səncə kim udacaq Ömər? Mənə elə gəlir ki, Korsar udar. Məncə də. Çünki boy fərqi, istatistiklər və gol və bir gol gəlir Fırtına klubundan. Qadir gol atdı. Bir gol gəldi. Çox qəşəng bir gol. Gözləmədik. İndi rəqib komanda başladı. Elnurdan top. Elnur aşırdı və Qadir topu götürdü. Elnur getdi. Yaxşı getdi. Elnur çalım atdı. Ay, yaxşı bir hərəkət, amma Qadir çıxartdı. Elnurun təzə ayağındadır top. Elnur avladır və top qabağa getdi. Elnurdadır top. Burada bir çirçip gəldi. Amma çölə. Qeyri-dəqiqdir. Bəli. Top yeniden başlayır. Korsar futbol komandasından Elnur karşıya top doğru aşırdı. attı. Qadir'in ayağına geldi orada top. Yeniden Elnur'da top. Elnur ve burada sakit bir gol. Gol gəlir. Elnur'dan bir gol gəlir. Güzel bir gol. Çok Həqiqətən də sakit bir gol. aldıqdı. Orada Qadir'i. Elnur'dadır top. Görək hesab 1-1'dir. Görək hansı komanda qalib gələcək. Bəli. Son dəqiqələrə az qalıb və hər an iki komandada comeback Qadir topun dalınca gelir və Qadir yıxıldı. Qadir'dadır top. Qadir və Elnur'dadır top. Elnur başladı və gol! Bu nə gol idi? Aşırtma attı. Qadir'in üstündən keçdi. Oyunun sonu. Korsar futbol komandası comeback etti. Bəli.